Sizlərə əşyalar ilə birlikdə satılan 46.500 manata 2 otaqlı bir həyət evini təqdim edirəm. Təqdim etdiyim həyət evi elə bir qiymətlə təklif olunur ki, hal-hazırda bu ərazidə bu qiymətə nəinki əşyalı ev, hətta boş ev də tapmaq çətin məsələdir. Masazırda 6 saylı məktəbin, spar marketin tam yaxınlığında, tam yaşayışlı ərazidə 569 nömrəli marşrutun dayanacağına yaxın, enli küçəsi olan, kommunalları daimi olan, qaz, su, işıq, kanalizasiyası daimi olan belə bir 2 otaqdan ibarət olan həyət evimiz satılır. Evimiz illərin evidir. Döşəməsi polluq taxtadır. Tam yaşayışlı bir ərazidədir. Diqqətlə baxsaz mən sizə çöl görünüşünü təqdim edəcəm. Baxın, belə bir yataq otağı var. Otaqların genişliyi yaxşıdır. Əşyalı satılır. Kondisioner istisna olmaqla elektronika çıxarılacaq. Kondisioner qalacaq, digər elektronika çıxarılacaq və bura isə evimizin sanuzeldir. İllərin evində ola bilər ki, təmirində bir sıra qüsurlar olsun. Nə qüsurlar? Yəni yaşayışlı ev olduğu üçün aboylar ola bilər ki, kleyindən aralansın. Yəni bunları aradan qaldırmaq olur, rahat bir məsələdir. Deməli, keçə evimizin həyətyanı sahəsində sizlərə təqdim edim. Çöl görünüşündə, ərazində belə göstərim. Yerdən kifayət qədər kürsüsü var evi. Baxın. Alt hissəsi hündür zirzəmidir. Bura əvvəllər qaraj olub. Baxın, bu hissə əvvəllər qaraj olub. Ev sahibi qarajı ləğv edib, planda var idi ki, ev kimi etsin. Sonra indi planlar dəyişildiyi üçün satır. Belə bir xarici görünüşü var. Ön hissəsi, yan hissəsi yoldur. Küçəsi enlidir. Və burada da altı da qaraj olduğu üçün, zirzəmi olduğu üçün yəni hündürlük imkan verir ki, burada da nəsə bir otaq kimi, yəni mətbəx, studiya, sportsal və sair kimi istifadə edə biləsiniz. 46.500 manata əla təklifdir. Bu ev satışda çox qalmayacaq, sənədə çıxarışdır, kupçadır. Baxın, izolyasiyasına kimi olunub. Hal-hazırda satışda olan 2 otaqlı evlərin içərisində ən münasib təklif olunan evlərdən biridir. Buyurub maraqlana bilərsiniz.